Rusiya qoşunları Cənubi Qafqaza soxula bilərmi? Kremldən postsovet məkanı üçün yeni təhdid siqnalları gəlməkdədir. Bəzi təhlilçilər Vladimir Putinin təşəbbüsü ilə Dumanın qəbul etdiyi qanunu keçmiş SSR respublikalarında yeni münaqişə ocaqları yaratmaq üçün bəhanə sayırlar. Amma fərqli düşünənlər də var. Əslində Moskvanın son addımlarını araşdırıb. Mayın 13-də Dövlət Duması xaricdəki Rusiya vətəndaşlarını qorumaq üçün Rusiya Silahlı Qüvvələrinin ekstraterritorial istifadəsi haqqında qanun layihəsini təsdiqləyib. Bu qanundan çıxış edərək eyni zamanda da vətəndaşlıq haqqında və müdafiə haqqında qanunlara da dəyişiklik olunub. Qanunda silahlı qüvvələrin mümkün ekstraterritorial istifadəsi ilə bağlı qərarın prezident tərəfindən veriləcəyi qeyd edilib. Müzakirə zamanı Dövlət Dumasının sədri Vyacheslav Volodin bildirib ki, qanun layihəsinin məqsədi vətəndaşlarımızın hüquqlarının dost olmayan xarici dövlətlərin hərəkətindən və eləcə də hüquq və azadlıqların qeyri-qanuni pozulmasından qorunmasını gücləndirməkdir. Yeni qanunu təhlil edən hüquqşünaslar bildirirlər ki, vətəndaşlıq haqqında qanuna Rusiya hakimiyyət orqanlarının xaricdə həbs olunmuş, saxlanılmış və ya təqib olunmuş vətəndaşları qorumaq üçün lazımi tədbirlər görməsi barədə müddəa əlavə edilib. Müdafiə haqqında qanuna edilən düzəliş isə bu tədbirlərin nə olduğunu izah edir. Buraya prezidentə silahlı qüvvələrdən nəzərdə tutulmayan məqsədlər üçün də istifadə etməyə icazə verən müddəa daxil edilib. Lakin bu cür istifadənin konkret halları sadalanmayıb. Düzəlişdə prezidentin təqib olunan Rusiya vətəndaşlarını qorumaq üçün ölkə sərhədlərindən xaricə də qoşun göndərə biləcəyi yazılıb. Qanun layihəsinə görə Rusiya hakimiyyəti beynəlxalq məhkəmələr və ya digər dövlətlərin milli məhkəmələri tərəfindən təqib olunanlara hərbi yolla müdafiə vəd eləyir. Siyasi təhlilçilər Moskvanın bu addımı ilə Hitlerin həmvətənliləri qorumaq şüarı altında nasist Almaniyasının 1938-ci ildə Çexoslovakiyanın Sudet bölgəsinin işğalına haqq qazandırması arasında tarixi paralellər aparırlar. Hüquqşünaslar isə bu niyyəti özlüyündə daşıyan yeni qanunu 2002-ci ildə ABŞ-da da qəbul edilən qanunla eyniləşdirirlər. Yeri gəlmişkən, xarici agent haqqında qanun da qəbul ediləndə Rusiya rəsmiləri ABŞ-da da eyni qanunun qüvvədə olduğunu bildirirdilər. Hərçənd onlar arasında həm mahiyyət, həm də ölkədəki real demokratik mühit baxımından fundamental fərq mövcuddur. Rusiya rəsmilərinin istinad etdikləri Amerika Hərbi Xidməti üzvlərinin müdafiəsi qanunu 2002-ci ildə ABŞ-ın İraqa hücumundan bir müddət əvvəl qəbul edilib və ABŞ hərbçilərini Beynəlxalq Cinayət Məhkəməsinin təqibindən qorumağa yönəlib. Qanunda Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə saxlanılan və ya həbs edilən Amerikalıların azad edilməsini təmin etmək üçün ABŞ prezidentinə bütün zəruri və müvafiq vasitələrdən istifadə etmək səlahiyyəti verən müddəa mövcuddur. Qanun Amerikalılardan başqa həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımayan müttəfiq dövlətlərin, məsələn İsrail vətəndaşlarının da azad edilməsinə imkan verir. Rusiya qanunvericiliyini araşdıran Meduza yazır ki, 2009-cu ilin dekabr ayında Federasiya Şurasının Rusiya Federasiyası Silahlı Qüvvələri birləşmələrinin Rusiya Federasiyası ərazisindən kənarda operativ istifadəsi haqqında hələ də qüvvədə olan qərarı var. Bundan başqa Ukraynaya hücumundan 2 gün əvvəl, 22 fevral 2022-ci ildə Federasiya Şurası Rusiya Federasiyası Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisindən kənarda istifadəsi haqqında başqa bir qətnamədə qəbul etmişdi. Bu qərar da qeyri-müəyyən müddət qüvvədədir və prezidentə geniş miqyasda missiyalara icazə verir. Nəşr qanuna istinadən yazır ki, Rusiya Silahlı Qüvvələrinin Rusiya vətəndaşlarını xaricdə cinayət təqibindən qorumaq üçün istifadə olunması qanunvericilikdə müəyyən edilmiş məqsədlərə uyğun deyil. 1996-cı ildə qəbul edilən qanunda prezidentə qoşunlarından əlavə vasitələr üçün istifadə etməyə icazə verən çərçivə müddəası mövcuddur. Lakin bu icazə istisna olaraq digər qanunlarda açıq şəkildə göstərildiyi təqdirdə mümkündür. Yeni qanunu Kommersant qəzetinə şərh edən hüquqşünaslar hesab edirlər ki, bu dəyişiklik sanksiya siyahılarına daxil edilmiş kölgə donanması gəmilərinin müşayiətinin və qorunmasının qanunvericiliklə tənzimlənməsini əhatə etmək məqsədinə də xidmət edə bilər. Yeri gəlmişkən, hazırda Rusiya neftini daşıyan tankerləri Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət eləyir. Ukraynalı hərbi siyasi analitik Dmitri Snegiryov qanunun potensial təhdid yaratdığı postsovet respublikalarını nəzərdən keçirərək yazır ki, Baltikyanı ölkələr əsasən Rusiya silahlı qüvvələrinin potensial zonasındadır. Bu həm də NATO üçün çətinlik yaratmaq deməkdir.
Onun sözlərinə görə artıq Estoniyada qeyri-sabitliyə səbəb ola biləcək mümkün ssenarilərlə bağlı informasiya kampaniyası güclənməkdədir. Analitik diqqəti həm də Rusiyanın Finlandiya ilə sərhəddə hərbi infrastrukturunu gücləndirməsinə yönəldir. Snegiryov hesab eləyir ki, Rusiyadan təhlükə bütün dost olmayan ölkələr, o cümlədən Qazaxıstan və Azərbaycan üçün də real olaraq qalır. Məsələn, Azərbaycanla mövcud münasibətlər kontekstində Bakıdakı Rusiya vətəndaşlarının həbsi təzyiq üçün bəhanə kimi istifadə edilə bilər. Bu cür vəziyyət regiondakı digər oyunçuların, ilk növbədə Rusiyanın öz maraq zonası hesab etdiyi Cənubi Qafqazda ABŞ-ın təsirini azaltmaq üçün bir vasitəyə çevrilə bilər. Bu, Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış Tramp dəhlizi müqavilələrinə aiddir. Moskva bu cür təşəbbüsləri öz təsirinə təhdid və buna görə də siyasi və hərbi təzyiq üçün əlavə bəhanə kimi görə bilər. Yeri gəlmişkən Azərbaycan hakimiyyətinə yaxın media ötən ilin ortalarında Rusiyaya aid Rossaturnişstva adlı qurumun Ermənistana köçmüş Qarabağ ermənilərindən şəxsi məlumatlarını toplaması barədə məlumat yaymışdı. Ermənistan hökumətinin mənbələrinin məlumatına istinadən yayılan xəbərdə adamlardan pasport, doğum haqqında şəhadətnamə, digər sənədlərin nümunələrinin göndərilməsi istənilib. Mayın 15-də isə Vladimir Putin qondarma Dnestryanı bölgənin sakinlərinə Rusiya vətəndaşlığının verilməsi prosesini sadələşdirən fərman imzalayıb. Fərmana əsasən Dnestryanında daimi yaşayan vətəndaşlara sadələşdirilmiş vətəndaşlıq hüququ verilib. Onlar üçün Rusiyada 5 il yaşamaq, rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmək tələbi ləğv edilib. De jure Moldovanın bir hissəsi hesab olunan Dnestryanı özünü müstəqil dövlət elan edərək Pridnestrovya Moldaviya Respublikası kimi fəaliyyət göstərir. Rusiya Moldova Respublikasının ərazi bütövlüyünü rəsmi olaraq tanıyır, lakin Dnestryanını siyasi, iqtisadi və hərbi cəhətdən dəstəkləyir. 1992-ci il münaqişəsindən sonra Rusiya hərbi qüvvələri sülh məramlı adı altında bölgədədirlər. Müxtəlif hesablamalara görə Rusiya qoşunlarının sayı orada təxminən 1500 nəfərdir. Kişinyovun tələblərinə baxmayaraq Kreml kontingentini ərazidən çıxarmır. Ukrayna və Moldova sərhədləri arasında sıxılmış bu ərazini Rusiya ilə quru sərhədi bağlamır. Bəzi siyasi təhlilçilər hesab eləyirlər ki, Putinin fərmanı avrointeqrasiya siyasətini gücləndirən Moldova hökuməti üçün real təhlükə gücü olmayan təhdid kimi də qəbul edilə bilər. Moldova prezidenti Maya Sandu isə deyib ki, Vladimir Putinin Dnestryanı əhali üçün Rusiya vətəndaşlığını almaq prosesini sadələşdirmək qərarı Ukraynaya qarşı müharibəyə daha çox insanı cəlb etmək cəhdi ola bilər. Bildirib ki, tam miqyaslı müharibənin başlanmasından sonra Dnestryanı bölgənin bir çox sakini Moldova vətəndaşlığını qəbul etməyə başlayıb. Çünki onlar özlərini Rusiya vətəndaşlığı ilə müqayisədə Moldova vətəndaşı kimi daha təhlükəsiz hiss eləyirlər. Əslində Rusiyanın pasport siyasəti 2002-ci ildə yeni vətəndaşlıq qanununun qəbul edilməsi ilə başlayıb. Qanun Dnestryandan Abxaziyaya, Cənubi Osetiyaya qədər münaqişə zonalarında Rusiya vətəndaşları yaratmaq hədəfləyirdi. Bu yanaşmanın ən bariz nümunələri Abxaziya və Cənubi Osetiyadakı münaqişələrdir. Hər iki ərazi SSR-nin dağılmasından sonra Gürcüstanın bir hissəsi olaraq müstəqilliyini elan etdi və ikisi də Gürcüstan hakimiyyəti ilə Rusiyapərəst separatçılar arasında müharibə meydanına çevrildi. Münaqişələr artıq dondurulmuş olsa da, Rusiya orada necə deyirlər vətəndaşlarının olması sayəsində Gürcüstana təzyiq göstərmək imkanı saxlayır. 2008-ci ildə Gürcüstana hücumdan əvvəl o vaxtki prezident Dmitri Medvedev demişdi ki, Konstitusiyaya və digər federal qanunlara söykənərək mən Rusiya Federasiyasının prezidenti olaraq harada olmalarından asılı olmayaraq Rusiya vətəndaşlarının həyatını və ləyaqətini qorumağa borcluyam. 2014-cü ildə Krımın işğalından sonra bir il ərzində 1,5 milyon insan məcburi qaydada Rusiya vətəndaşına çevrildi. 2019-cu ildən isə Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində Rusiya pasportları paylanılmağa başlanıldı. Moskvanın son addımları ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəzi siyasi təhlilçilər hesab eləyirlər ki, bu Ukrayna müharibəsində zəifləmiş, qoca imperiyanın sadəcə güc göstərişi mahiyyəti daşıyan propaganda siyasəti üçün atılan addımdır. Başqa bir qrup isə hesab eləyir ki, əksinə məğlubiyyətlə barışmaq istəməyən Kreml dost olmayan ölkələrdə təxribatlar üçün potensial zəmin yaradır.